26-cı sualla davam edək. Surətdəki biri yazaq kosinus kvadratı alfa, çıxaq sinus kvadratı alfa, çıxaq kosinus alfa. Kosinus 2 alfanın yerində kosinus kvadratı alfa, çıxaq sinus kvadratı alfa yazaq. Sinus 2 alfanın yerində 2 sinus alfa, kosinus alfa, çıxaq sinus alfa yazsaq. Oradan deməli sinus kvadratı mənfi müsbət kosinus kvadratı alfa, çıxaq sinus kvadratı alfa. Burada birincidən müsbətdir. Sinus kvadratı alfalar islah olunur. Surətdə qalır 2 kosinus kvadratı alfa, çıxaq kosinus alfa. Kosinus alfanı mötərizə xaricinə çıxarsaq, alınacaq 2 kosinus alfa, çıxaq 1. Məxrəcdən sinus alfanı mötərizə xaricinə çıxarsaq, 2 kosinus alfa, çıxaq 1 alarıq. 2 kosinus alfa çıxaq 1-lər ixtisar gedir. Kosinus alfanın sinus alfaya nisbəti bizə verir kotangens alfa. Doğru cavab A. 27. Kosinus 270 üstəgəl alfa. Ad dəyişir, olur sinus alfa. 270 üstəgəl alfa düşür 4-cü rübə. 4-cü rübdə kosinus müsbətdir. Deməli sinus alfaya vursaq sinus kvadratı alfa. Üstəgəl. Buradan 360 silsək 180 dərəcə qalacaq. Sinus ad dəyişmir, elə sinus kvadratı alfa qalacaq. Tangens 900-dən 360, 720 silsək 180 qalacaq. 180 üstəgəl alfa 3-cü rüb. 3-cü rübdür. 3-cü rübdə tangens müsbətdir, ad dəyişmir. Üstəgəl tangens alfa. Vuraq kotangens alfa. Buradan alırıq 2 sinus kvadratı alfa. 2 sinus kvadratı alfa. Tangens kotangens hasili 1 verir bizə. Üstəgəl 1. Bərabər. 2 vuraq. Sinus kvadratı alfanın dərəcə aşağı salma düsturundan istifadə etsək 1 çıxaq kosinus 2 alfa bölə 2. Üstəgəl 1 kimi yazsaq. 2-lər ixtisar gedir. Buradan alınır 2 çıxaq kosinus 2 alfa. 2 çıxaq kosinus 2 alfa. Doğru cavab 27-də B. 28. Sinus alfa bərabər 5-də 3. Yazaq buradan. Sinus alfa bərabər 5-də 3. Düzbucaqlı üçbucaqdan alfa, qarşı katet 3, hipotenuz 5, bitişik katet olacaq 4. Buradan 270 dərəcə çıxaq 2 alfa, düşəcək 3-cü rübə, 3-cü rüb, ad dəyişəcək 270 dərəcə, kotangens olacaq. Deməli bizdən kotangens 2 alfanı soruşur. Kotangens 2 alfa yerində tangens 2 alfanın tərsini yazsaq olacaq 1 çıxaq tangens kvadratı alfa bölə 2 tangens alfa. Bilirik kotangens tangensin tərsidir, bərabər. Niyə kotangenslə yazmadıq? Çünki biz adətən kotangensin düsturlarını öyrənmirik. Yəni tangensin tərsi kimi qəbul edirik. Düzbucaqlı üçbucaqdan tangens alfanı tapsaq, qarşı katetin, yəni 3-ün 4-ə nisbəti gətirib yerinə yazsaq, 1 çıxaq 16 da 9, məxrəcdə 2 vuraq 4-də 3. 1 çıxaq 16-da 9 bizə verəcək 16-da 7, vuraq 2 ilə 4 ixtisar getsə 2-də 3, yəni 3-də 2, bərabər. Bunu hesablasaq, alfamız 2-ci rübün bucağıdır. Burada bir dənə diqqət yetirək. 2-ci rübdə, 2-ci rüb. Burada kotangens, baxaq, mənfi olacaq. 2-ci rüb mənfidir. Burada mənfi yazaq. Kəsrin qabağında mənfi yazaq. Bu bizə verəcək
Mənfi 16 ilə 2 qısar getsə 8. 8, 3 hasili 24, 7. Mənfi 24'də 7. Buna diqqət yetirək. Alfa ikinci rubin bucağıdır. Mənfi 24'də doğru cavab B. 28'də 29. Alfa bərabər pi bölü 12 olarsa kök 2 vuraq. Sinüs alfa üstəgəl kosinüs alfa ifadəsinin qiymətini tapın. Buradaki sualı həm köməkçi bucaq daxil etməklə də yaza bilərik. Buna bir x desək bu ifadəyə, burada qeyd eləyək. Kök 2 vuraq sinus alfa üstəgəl kosinus alfa bərabər x yazsaq, hər tərəfi kvadrata yüksəlsək 2 vuraq. Mötərizədə sinus kvadratı kosinus kvadratı bizə 1 verəcək. Üstəgəl hasili 2 sinus 2 alfa. Üstəgəl sinus 2 alfa bərabər x kvadratı. 2 vuraq, 1 üstəgəl. Alfanın yerində pi böl 12 yazsaq, alınacaq sinus pi bölü 6 bərabər x kvadratı. Buradan alır sinus pi bölü 6'da alır 2'də 1. 2'ni mötərizəyə vursaq, 2 üstəgəl 2'də 1, bu da 1 verəcək x kvadratı. X kvadratı bərabər 3. X bərabər pi bölü 6 birinci rubin bucağıdır. Verilən cəm bizə müsbət verəcək. Ona görə müsbət kök 3. Doğru cavab A. 30. Kosinus 5 pi bölü 6'nı yazaq. Kosinus pi çıxaq pi bölü 6. Sinus tək funksiya olduğundan mənfini əvvələ verəcək. Mənfi sinus pi bölü 6 kvadratı bərabər. Kosinus pi çıxaq pi bölü 6 ikinci rübdə kosinus mənfi olacaq. Mənfi kosinus pi bölü 6 vurulsun mənfi sinus pi bölü 6. 2 mənfi ədədin hasili bizə müsbət verəcək. Kosinus 30 dərəcədə pi bölü 6'da alır kök 3 bölü 2 vuraq. Sinus 30 dərəcədə alır 2'də 1 kvadratı. Bunları vursaq 4'də kök 3'ün kvadratı. Bu da bərabər 16'da 3. Doğru cavab 30'da C. 31. Kosinus kvadratı 5 dərəcəni dərəcə aşağı salma düsturundan kosinus kvadratı 5 dərəcə bərabər. Bunu yaza bilərik. 1 üstəgəl kosinus 2 alfa, yəni 10 dərəcə bölə 2. Yerinə yazsaq 2'də 1 üstəgəl kosinus 10 dərəcə çıxaq 2'də kosinus 10 dərəcə. Ortaq məxrəcə gətirsək alırıq 2'də 1. Doğru cavab 31'də Y. 32. Kosinus 72 dərəcə vuraq kosinus 216 dərəcə. Kosinus 72 vuraq 216 kosinus 216'nı yazaq. Pi üstəgəl 180'lə dərəcə ilə yazaq. 180 üstəgəl 36. 180 dərəcə üstəgəl 36 dərəcə bərabər kosinus 72 dərəcə vuraq. Kosinus 180 üstəgəl 36 üçüncü rüb işarə mənfi ad qalır. Mənfi kosinus 36 dərəcə bərabər. Kosinus 72 dərəcəni yazaq. Sinus 18 dərəcə. Məqsəd 90 dərəcədən kiçik dərəcəyə gətirməkdir. Vuraq kosinus 36 dərəcə. Kosinus bunu surət və məxrəcinə indi vuraq. Kosinus 18 dərəcə. Kosinus 18 dərəcə. Eyni zamanda bölək kosinus 18 dərəcəyə. Buradan fikir versək sinus 18 kosinus 18 bizə verəcək 2'də 1
sinus 36 derece. Vuraq kosinus 36 derece. Məxrəc kosinus 18 derece. Bərabər. Eyni ilə sinus 36, kosinus 36 cəmi bizə verəcək sinus 72 derece. Vuraq 2'də 1, bir dənə də 2'də 1 əvvəldə var, olacaq 4'də 1. Kosinus 18, məxrəcdəki kosinus 18'i sinus 72 derece yaza bilərik. Sinus 72'lər ixtisar gedir, bərabər. Burada mənfi var kəsrin qabağında. Mənfi 4'də 1. Doğru cavab Y. Otuz üç. 2'də 1. Vuraq. Sinus 12'si yazaq. 2 sinus 5x vuraq. Kosinus 5x. Vuraq. Tangens 5x'i yazaq. Sinus 5x bölək kosinus 5x. Üstəgəl kotangens 5x'i də yazaq. Kosinus 5x bölək sinus 5x. Bərabər. Bunları mötərizəyə vursa 2 ilə 2'də 1 ixtisar gedir. Hasili mötərizəyə vursaq kosinus 5x'lər gedir. Qalır burada sinus kvadratı 5x. Üstəgəl eyni zamanda bunu digər, yəni kosinus 5x bölək sinus 5x'ə vursaq, sinus 5x'lər ixtisar gedir, qalar kosinus kvadratı 5x. Verilən cəm də bizə 1 verəcək. 33'də doğru cavab B. Otuz dörd. Sinus 60 derece surətdə qalsın. Sinus 60 derece. Məxrəci kvadratlar fərqi kimi sadələşdirsək, cəm bizə verəcək 1. Gəlin yazaq. Burada alınacaq sinus kvadratı 15 çıxaq kosinus kvadratı 15 derece. Bərabər sinus 60 derece bölək. Məxrəcdə sinus kvadratı 15 çıxaq kosinus kvadratı 15 mənfi kosinus 30 derece verir. 2 qatın düsturdur. Sinus 60'ın yerində kosinus 30 yazsaq, bölək mənfi kosinus 30 derece. Bunlar ixtisar gedir, qalır mənfi 1. Doğru cavab 34'də C. 35. Hər tərəfi kvadrata yüksəlsək, sinus kvadrat alfa bölək 2, üstəgəl kosinus kvadrat alfa bölək 2, üstəgəl 2 sinus alfa bölək 2, kosinus alfa bölək 2. Bərabər 2'də 1'in kvadrat 4'də 1. Sinus kvadratı alfa bölək 2, üstəgəl kosinus kvadratı alfa bölək 2, 1 verir. Buradan 2 sinus alfa bölü 2, kosinus alfa bölü 2 bizə verəcək sinus alfanı. Bərabər 4'də 1'dən çıxırıq 1'i. Da bərabər mənfi 4'də 3. Mənfi 4'də 3, A 35'də doğru cavab. 36. Ortaq məxrəcə gətirsək, sinus alfa vuraq kosinus alfa. Suratda alınacaq sinus 3 alfa kosinus alfa üstəgəl sinus alfa kosinus 3 alfa. Bərabər 1. Kəsrin surəti toplama düsturdur. Yəni sinus alfa üstəgəl beta, yəni sinus 4 alfa 3 alfa üstəgəl alfa, yəni 4 alfa. Məxrəc də bizə verir 2'də 1 sinus 2 alfa. Surəti sadələşdirsək 2 sinus 2 alfa kosinus 2 alfa kimi yazsaq, məxrəcdə 2'də 1 sinus 2 alfa. Sinus 2 alfalar ixtisar gedəcək. Bərabər alınacaq 4 kosinus 2 alfa. Verilən 4 kosinus 2 alfa cəmi bizə 1 verib. Deməli, kosinus 4 kosinus 2 alfa bərabər 1. Kosinus 2 alfa bərabər 4'də 1. Kosinus 2 alfa bərabər 4'də 1.
Kosinüs 2 alfanın yerinde kosinüs kvadratı alfa çıxır sinüs kvadratı alfa. Yani 2 kosinüs kvadratı alfa. Sinüs kvadratı alfanın yerinde de 1 çıxır sinüs kosinüs kvadratı alfa yazsaq. 2 kosinüs kvadratı alfa çıxır 1 alınır. Bərabər 4də 1. Buradan 2 kosinüs kvadratı alfa bərabər 4də 5. Hər tərəfi 2də 1'ə vursaq. Kosinüs kvadratı alfa bərabər 2'də 1'də vursaq 8'də 5. Deməli 36'da bizdən kosinüs kvadratı alfa 8'də 5. Orada səhv elədik. 2 cos 4 kosinüs alfa bərabər 1. Kosinüs 2 alfa bərabər 4'də 1. 2 kosinüs kvadrat. Deməli kosinüs kvadratı alfa çıxır sinüs kvadratı alfa bərabər kosinüs 2 alfa. Deməli 2 kosinüs kvadratı. Bunun yerində 1 çıxır kosinüs kvadratı alfa yazsaq. Bu da mənfi 2 kosinüs kvadratı alfa çıxır 1 bərabər 4'də 1. 4'də 1 alırıq. Böyle 4'də 5. 2'yə vursaq 8'də 5. Var imiş. Doğru cavab Y. 36'da doğru cavab Y. 37. Kosinüs üstü 4 alfa çıxaq sinüs üstü 4 alfanı kvadratlar fərqi kimi yazsaq. Cəm bizə 1 verəcək. Fərq isə kosinüs 2 alfanı. Kosinüs 2 alfa. Üstə gəl sinüs 2 alfa. Yenə qeyd edirəm, bunu kvadratlar fərqi kimi yazsaq. Kvadratlar fərqi. Cəm 1 verəcək, fərq isə kosinüs 2 alfa. Bərabər. Deməli 2 alfa yazsaq, olacaq kosinüs alfanın yerində 24 və 7 pi yazsaq, alınacaq 7 pi bölək 12. Üstə gəl sinüs 7 pi bölək 12 bərabər. Bundan sonra cəmə bir x deyək. Yenə hər tərəfi kvadrata yüksəldi. Kvadrat, kvadrat. Sadələşdirsək. Sinüs kvadratı 7 pi böl 12. Üstə gəl kosinüs kvadratı 7 pi böl 12. 1 verəcək bizə. Üstə gəl 2 sinüs 7 pi bölək 12. Kosinüs 7 pi bölək 12. Bərabər x kvadrat. Buradan 1 üstə gəl. Bu 2 qatın düsturudur. Sinüs 2 vuraq. 7 pi bölək 12. Yəni 7 pi bölək 6. Bərabər x kvadrat. Buradan 1 üstə gəl. Sinüs. Bunu yazaq. Pi üstə gəl. Pi bölək 6. Bərabər x kvadrat. Pi üstə gəl. Pi bölək 6. Deməli 3-cü rüb. Ad dəyişmir. İşarə mənfi. 1 çıxaq. Sinüs pi bölək 6. Sinüs pi bölək 6 alır 2'də 1. Bərabər x kvadratı. Buradan x kvadratı bərabər 2'də 1. X bərabər 1 bölək kök 2. 1 bölək kök 2. Yəni kök 2 bölək 2. Doğru cavab 37'də C. 38. Bu kosinüs 2 alfanın düsturudur. Gəlin düsturundan da yazsaq. 1'in yerində kosinüs kvadratı alfa üstə gəl. Sinüs kvadratı alfa yazsaq. Çıxar 2 sinüs kvadratı alfa. Yəni 15 dərəcə. Alfa yazdıq. Bərabər. Alınır kosinüs kvadratı alfa çıxaq sinüs kvadratı alfa. Bu da bərabər kosinüs 2 alfaya. Alfa 15 dərəcədir. Yəni kosinüs 30 dərəcə. Kosinüs 30'da alır kök 3 böl 2. 38'də doğru cavab C. 39'a baxaq. Eyni kosinüs 2 alfanın düsturudur. 2 kosinüs kvadratı 15 çıxaq. 1'in yerində yazsaq kosinüs kvadratı 15. Üstə gəl sinüs kvadratı 15. Qabaqda mənfi var deyə çıxaq sinüs kvadratı 15. Kosinüs kvadratlar İslah gedir. Qalır burada kosinüs kvadrat 15 çıxaq sinüs kvadrat 15 dərəcə.
Bu bize verir kosinüs 2 alfa, yani 30 derece. Bu da beraber kök 3 bölü 2. Doğru cevap 39'da B. 40. sual. Kosinüs 112 derece. Kosinüs 112 derece. Bunu yazar. Kosinüs 90 üste gel 112'ni yazar. 22 derece. Beraber ikinci rüb kosinüs menfi kosinüs 22 derece. Bu da qalsın. Sinüs 56 derece. Sinüs 56 beraber A verilib. Bunu yazaq kosinüs 44 derece. Çevirme düsturuna əsasən A. Bunu 2 qatla yazsaq kosinüs kvadratı 22 derece çıxaq sinüs kvadratı 22 derece. Beraber A. Sinüs kvadratı 22 derecenin yerində yazaq kosinüs kvadratı 22 derece çıxaq. Yerində yazaq 1 çıxaq kosinüs kvadratı 22, yani 1 üstə gəl kosinüs kvadratı 22 derece. Beraber A. Buradan alırıq 2 kosinüs kvadratı 22 derece çıxaq 1 beraber A. Buradan kosinüs kvadratı 22 derece beraber A üstə gəl 1 bölü 2. Derece aşağı salma düsturu ehtiyac yoxdur. Buradan kosinüs 22 dereceni tapsaq, hər tərəfdən kök alsaq, alınacaq kök altında A üstə gəl 1 bölü 2. Kök altında A üstə gəl 1 bölü 2. Bunu yerinə yazsaq mənfi kök altında A üstə gəl 1 bölü 2. Harada səhv eləmişik. Kosinüs 112-ni gəlin bunu 2 qatla elə yazaq. Çox uzun yolla getdik deyəsən. Bunları silək buradan. Kosinüs 112'ni yazaq. Kosinüs 2 vuraq 56 kimi. Yazaq kosinüs kvadratı 56 çıxaq sinüs kvadratı 56. İndi alınacaq. Kosinüs kvadratı 56'nın yerində 1 çıxaq sinüs kvadratı, bir də çıxaq sinüs kvadratı, eləcə 1 çıxaq 2 sinüs kvadratı 56. Sinüs 56 A'dırsa 1 çıxaq 2 A kvadrat. Bayaq yazdığımız yolla da alınmalıydı. Hardasa işarə səhvi də vaxt aparmaq istəmirəm. 1 çıxaq 2 A kvadratı doğru cavab C. 42. sual. Sinüs 246. Bunda yazaq sinüs 246'nı yazaq 2 vuraq 123 derece. Beraber bu bizə verəcək 2 sinüs 123 kosinüs 123 derece. Beraber. Sinüs 123 derecenin qiyməti var. 2 vuraq A. Kosinüs 123 dereceni tapaq. Deməli sinüs 123 derece sinüs kvadrat 123 derece üstə gəl kosinüs kvadratı 123 derece beraber 1. Buradan kosinüs kvadratı 123 dereceni tapsaq 1 çıxaq sinüs kvadrat 123 derece. Buradan kosinüs 123 dereceni tapsaq sinüs 123 derece deməli ikinci rübdə mənfi olacaq. Mənfi kök altı 1 çıxaq sinüs kvadrat 123 derece. Sinüs 123 derecenin qiyməti var A. Bu da bərabər mənfi kök altında 1 çıxaq A kvadrat.
Gətirib yerinə yazsaq, vuraq kök altında 1 çıxaq a kvadratı mənfidə əvvəldir. Deməli, mənfi 2a vuraq 1 çıxaq kök altında a kvadratı. 41-də doğru cavab A. 42-ci sual. K parametrinin hansı qiymətində 2 sinus 4x vuraq kosinüsü 2x çıxaq sinüsü 4x bərabərdir. Sinus kx bərabərliyindən deyil, eynilik olar. K-nın hansı qiymətində? Deməli, 2 sinus 4x vuraq. Kvadratlar fərqi kimi yazsaq, cəm bizə 1 verəcək. Fərq isə kosinus 4x-i verəcək. Bərabər sinus kx. Kvadratlar fərqi kimi yazırıq. Kvadratlar fərqi kimi. Bu bizə verəcək sinus 8x bərabər sinus kx. Buradan k bərabər 8 olacaq. Doğru cavab 42-də Y. 43 oxşar sualdır. 2 sinus 6x vuraq. Kvadratlar cəmi bizə 1 verəcək. Fərq isə mənfi kosinus 6x-i verəcək. Və bərabər mənfi sinus 12x. Deməli, mənfi sinus 12x bərabər sinus kx. Sinus tək funksiya olduğundan bilirik ki, sinus mənfi 12x kimi yaza bilərik. Bu da bərabərdir sinus kx. Deməli, buradan k mənfi 12 olur. Doğru cavab 43-də D. 44. Ortaq məxrəcə gətirsək, kotangens pi bölü 2 üstəgəl alfa ikinci rüb ad dəyişir olur tangens alfa ikinci rübdə mənfi olacaq. Kəsrin qabağında da mənfi var, onu cəm kimi yazarıq. Deməli, məxrəc olacaq 1 çıxaq tangens kvadratı alfa. Surətdə olacaq tangens alfa üstəgəl tangens kvadratı alfa. Buradakı mənfi müsbət olacaq. Çünki surət də bizə mənfi verdi. Üstəgəl tangens alfa üstəgəl tangens kvadratı alfa. Bərabər. Burada çıxaq tangens kvadratı alfadır. Çıxaq tangens kvadratı alfa. Burada mənfi tangens kvadratı, müsbət tangens kvadratı islah olunur. 2 tangens alfa belə 1 çıxaq tangens kvadratı alfa. Və bizə verəcək 2 tangens alfanı. Doğru cavab 2 tangens alfa, yəni tangens 2 alfanı. Tangens 2 alfanın düsturudur. Tangens 2 alfa. 45. Bunların nisbətini yazsaq, 2 vuraq sinus 2 alfanın kosinus 2 alfaya nisbəti vuraq sinus alfa bölək kosinus alfa. Məxrəcdə də eyni ilə kosinus 2 alfa bölək sinus 2 alfa sinus 2 alfa bölək kosinus 2 alfa çıxar sinus alfa bölək kosinus alfa. Yəni, surət və məxrəci ortaq məxrəcə gətirsək də yaza bilərik. Gəlin, bu surət və məxrəci vuraq. Kəsirdən azad olunması üçün kosinus 2 alfa kosinus alfaya. Kosinus alfa eyni ilə onu da vuraq. Kosinus 2 alfa kosinus alfa. Bərabər. Surətdə alınır. Məxrəc ixtisar olunur. Alınır 2 sinus 2 alfa sinus alfa. Məxrəclər ixtisar olunur. Kəsrin məxrəcinə vursaq alınır sinus. Bundan bu ixtisar gedəcək. Qalacaq sinus 2 alfa kosinus alfa. Çıxaq. Burada kosinuslar gedəcək. Sinus alfa kosinus 2 alfa. Bərabər. Surət 2 sinus 2 alfa vuraq sinus alfa.
Məxrəc toplama düsturudur. Bizə verəcək sinus 2 alfa çıxaq alfa. Yəni sinus alfa. Sinus alfalar ixtisar olunacaq. Qalacaq 2 sinus 2 alfa. 2 sinus 2 alfa doğru cavab 45-də C. 46 oxşar sualdır. Gəlin bunu da eyni ilə yazaq. Deməli bunu vuraq kosinus 4 alfa, kosinus 2 alfaya. Bunları vursaq, deməli məxrəcdə eyni ilə məxrəci də vuraq. Ne belə yazır? Bunu da vuraq. Kosinus 4 alfa, kosinus 2 alfaya. Deməli, surətdə alınacaq. 2 vuraq. Məxrəc ixtisar gedəcək. Qalacaq sinus 4 alfa vuraq. Kosinus. Deməli, 4 alfalar bundan məxrəc gedəcək. Surət sinus 4 alfa. Digəri burada da qalacaq sinus 2 alfa. Sinus 2 alfa. Məxrəci də vursaq, surət məxrəcdə qalacaq sinus 4 alfa vuraq kosinus 2 alfa çıxaq. Sinus 2 alfa vuraq kosinus 4 alfa. Bərabər. Surət qalsın 2 sinus 4 alfa. Sinus 2 alfa. Məxrəc toplama düsturudur. 4 alfa çıxaq 2 alfa. Yəni sinus 2 alfa. Bunlar ixtisar gedəcək. Qalacaq burada 2 sinus 4 alfa. Doğru cavab 46'da C. Oxşarını 45-ci sualda izah eləmişdim. Ona görə nisbətləri bir dəfə yazmadım. 47-ci sual. 6'nı 2 vuraq, 2 vuraq. 3 kimi yazsaq, fikir versəz görəcəksiniz ki, kosinus kvadratı alfanın düsturudur. Yəni, burada qeyd edirəm, kosinus kvadratı alfa bərabər 1 üstəgəl kosinus 2 alfa bölək 2. Bizdə də 6 radyan verilmişdi. Onu 2 vuraq 3 kimi yazanda bizə kosinus kvadratı 3 qiymətini verəcək. Deməli, kök 6 kosinus kvadratı 3 radyan üstəgəl kosinus 3 üstəgəl 3 bərabər. Kvadratla kök gedəcək. 3 radyan 3 vur 57, 171. İkinci rüb kosinus burada, yəni bu modulla çıxacaq burada kosinus 3 üstəgəl kosinus 3 üstəgəl 3. Mənfi verəcək bizə. Mənfi kosinus 3 radyan üstəgəl kosinus 3 üstəgəl 3 bərabər. Mənfi müsbət islah olunur, qalır. Doğru cavab 3B. 47'də. Doğru cavab B. 48. Bu mənfi də sinusu verir bizə. Kök 6 sinus kvadratı 2 alfadır. Yəni bu 8'i yazsaq 2 vuraq 4 kimi bizə verəcək sinus kvadratı 4. Üstəgəl sinus 4 üstəgəl 4. Modulla kvadratla kök gedəcək sinus 4 üstəgəl sinus 4 üstəgəl 4 bərabər. Sinus 4 4'ü 57'ye vursaq 228. Üçüncü rüb mənfi verəcək bizə. Deməli bu mənfi. Olacaq mənfi sinus 4 üstəgəl sinus 4 üstəgəl 4 bərabər. İslah olunur, qalır 4. Doğru cavab A. 49-cu sual. Verilən cəm bizə verəcək kosinus 5 alfa çıxaq 3 alfanı bərabər. Bu da verir bizə kosinus 2 alfa. Bizdən kosinus 2 alfanı soruşur. Kosinus 2 alfanı yaza bilərik.
2 kosinus kvadratı alfa çıxaq 1 və ya düzbucaqlı üçbucaqla da yaza bilərdiniz bunu. Daha 2 qatın düsturunu bilirik, yerinə yazdıq. 2 vuraq. Deməli 4də 1-in kvadratı 2 vuraq, 4də 1-in kvadratı 16da 1 çıxaq 1. Bizə verəcək bu 8də 1 çıxaq 1 və mənfi 8də 7. Doğru cavab D. 50-ci suala baxaq. Deməli kosinus alfa, kosinus beta, sinus alfa, sinus beta. Deməli bu da kosinus 2 alfanın düsturudur. Yəni kosinus 7 alfa çıxaq 5 alfa. Rol oynamır. 5 alfa çıx 7 alfa da yaza bilərsiniz. Kosinus cüt funksiyadır. Müsbət olacaq. Bu verəcək bizə kosinus 2 alfa bərabər. Kosinus 2 alfanın yerində 1 çıxaq 2 sinus kvadratı alfa yaza bilərik. 2 qatın düsturudur. 1 çıxaq 2 vuraq. Sinus alfa 4də 1 kvadratı 16da 1. 16da 1 bərabər. 1 çıxaq 8də 1 və bərabər 8də 7. Deməli 50-ci sualda doğru cavab C. Bu qədər. Gələn vaxtda da ardın izahını verəcəm. Sağ olun.